Salonların 20 manata etdiyi kristal hörüyü cəmi 2 manata necə etmək olar? Bu videoda sizə elə salonların istifadə etdiyi üsulu göstərəcəyəm. Ona görə də videonu indidən save edin ki, itirməyəsiniz. Bizə lazımdır kristal muncuq və 4 millimə qədər olan jılka. Jılkanı təxmini 30 santim kəsib iki ucunu birləşdirirsiniz. Kristal muncuqları birləşdirdiyimiz uclardan keçiririk. Təxmini 15 muncuq keçirdikdən sonra həmin hissəyə düyün vurdum. Digər tərəf isə açıq şəkildə qaldı. Saçda kiçik bir hissə ayırıb adi şəkildə hörürsüz. Sonra saçdan bir tel ayırıb jılkanın arasına salıb kristalı içərisindən keçiririk. Əgər hörük çox qalın olarsa, o zaman hörüyün bir hissəsini belə yarıya ayırırıq ki, oradan kristal rahat şəkildə keçsin. Kristalı hörüyün içərisinə alıb yenidən adi hörük hörməyə davam edirik. Və bu prosesi saçda istədiyiniz qədər təkrar edə bilərsiniz. Kristalların sayı sizin zövqünüzə və saçınızın uzunluğuna əsasən dəyişir. Mən qızımın bir hörüyünə cəmi 7 ədəd kristal muncuq istifadə etdim. Bunu nəinki az yaşlı qızlara, hətta parıltını sevən bütün xanımlar öz saçlarına da edə bilərlər. Cəmi 2 manatlıq materialla tam salondakı kimi zərif və gözəl alınır. Üstəlik bu hörüklər çox da dözümlüdür. Saç dibiniz uzanana qədər ən az 2-3 ay rahatlıqla saxlaya bilərsiniz. Əgər siz də həm uşaqlar, həm də analar üçün belə yaradıcı ideyaları və əl işlərini sevirsinizsə, səhifəmi izləməyi unutmayın ki, növbəti videoları qaçırmayasınız. Sizcə necə alındı? Bəyəndiniz? Fikirlərinizi rəydə bölüşməyi unutmayın. Hələlik!